sualım var da həmişə suallar hazır vəziyyətdədir. Gərək cavab verənlər, yəni siz də hazır vəziyyətdə olasınız ki, bizim o qəlil suallarımıza necə deyərlər, yol tapıb cavab verəsiniz. Ümumiyyətlə Azərbaycan xalqı bilirsiniz ki, qonaqpərvərdir. Hər kəsin qapısı tez gəlin. Gec-gec gələndə gözünüz belə deyəndə pis baxır. Biraz belə də baxır. Bu məni sevmir, ona görə gəlmir. Bəlkə də olar. Bəs qonaq gəlir, tez də çıxır gedir. Onda yaxşı qonaq olur da. Yemək yemir. Yox, gəlirlər otururlar da bir çay, birər piçenli də azaddan qoyuruq da. Çay piçeni vəssalam. Nu da yemək də yeyir. Aş, dolma, nə bilim zırıltı. Hələ də olur da, hələ də olur. Amma sizin üçün tez-tez gələn qonaq yaxşıdır. Həri. Allah canınızı sağ eləsin. Eviniz qonaqlı olsun inşallah. Sağ olun. Hər vaxtınız xeyirli olsun. Allah saxlasın. Allah köməyini. Kimindir bu indi? İkimizin də. İkiyüzün də nəvəsidir. Nə yaxşı belə həmrəy olub bunları gəzdirirsiniz. Hə də gəldim nənəsi çıxdı indi aparıq gəzdirməyə. Maşallah, xeyir işini görəsiniz. Belə sındıra-sındıra oynayasınız. Sağ olun, çox sağ olun. Ana, bax, adınızı öyrənim yoxsa yox? Öləcəksən öləcək. Mənim adım Gülnaz. Sizin? Elmirə. Elmirə xanım. Çox yaxşı. Çox bax evinizdə qonaq qəbul edirsiniz. Bəli, qonaq gəlir. Tez-tez gəlir yoxsa? İndiki zamanda tez-tez gəlmir. Hər öz işində gücündədir. Ancaq ki, yenə gəlir, Allaha şükür gəlir. Bax, deyirlər belə bir söz var. Deyirlər ən hörmətli qonaq, baxın, diqqətlə qulaq asın. Ən hörmətli qonaq deyir gec-gec gəlib tez gedəndir. Bəli, düz deyirlər onu. O bax belə qonaqla rastlaşmısınızmı? Tez gəlib, gec gedən. Gec-gec gəlib tez gedən. Ay sabah hörmətli qonaq oldu. Yəni gec gəlir, o qədər xərci yoxdur da, yemək zad yemədən də çıxır gedir. İndiki elə bil ki, indi deyirsiniz ki, zamanında elədir. Ancaq ki, baxır da qonağa baxır. Qonağa baxır, o tez gəlir, gec getməklə deyil. O evin ab havasından asılır hər şey. Belə qonaq var, məsəl üçün
ağır bir daş kimi düşür, daha da getmək də bilmir. Bizdə hələ qonaq yoxdur. Olsa nə edərdiniz? Olsa heç tanıya qonaq qoymayacağıq ki. Yox, belə sir-sifət eləməzdiniz. Yox, eləməzik. Biz qonaq sifət eləmirik. Qalsa da neçədirsə qonaq sevənik biz. Ay Elmira xanım, bax sizin ev nə qədər ki quda da olsaz, Allah həmişə mehriban eləsin. Amma evləriniz ayrıdır, düzdürmü? Bax sizin özünüz bu sözə, bu söhbətə, bu misala nə deyirsiniz? Gec-gec gəlib tez gedən qonaq. Mənim üçün qonaq həmişə əzizdir. İstəyirəm həmişə gəlsin, həmişə də getsin, sağ-salamat. Gələn də qohum əqrəbəmizdə özümüz bir-birimizə gedib gələn. Yad gələr, xoş gələr. Bax şəxsən mən sizə tez-tez gəlsəm, deməzsizmi ki, əş bu nə sırtıq adamdır? Yox, heç vaxtı. Qonağın urussun, Allah hamdan qabaq yetirir. Qonaq sevən iş. Bəs yaxşı, o gec-gec gəlir, tez gedir, yemək yeməmiş. Onda siz pis olursunuz, yoxsa deyirsiniz, sevinirsiniz? Pis oluruq. Mən istəyirəm qonaq gəlsin, yesin də. O yeyəndə mən sevinirəm ki, bizim süfrəmiz onun üçün açıq demişik. Süfrəniz bərəkətlənir deyirsiniz. Əlbət ki, Allah qonağın urussun, özündən qabaq yetirir. Allah halaldır sizə. Yemək yeməyəndə narahat oluruq hələ. Yeyəndən sonra rahat olursan, gedəndə də ürəyin açıq olur. Amma yemədi, getdi, onda narahat qalırsan. Böyle həmişə gəlib. Eləsi də var ki, çayla peçen ilə yola verir. İndi o çayla peçeni verir, nə var min bərəkət. İndi o da onu da verir də. Nə varsa kişi kimi. Varsa onu qoyub stola qonaq da yeyir. Halal xoş olsun. Ancaq qonaq yeyib getsə hamısan yaxşıdır. Halaldır. Eviniz həmişə ruzili, bərəkətli, xeyirli işləri açıq olsun, tək ki evinizdə qonaq olsun. Çox sağ olun, sağ olun, sağ olun. Sağ olun, sağ olun. Nəvənizi də Allah saxlasın. Mən televizorda görürəm, siz şəkil o müsabiqə alırsınız, tanıyıram. Yaxşıdır. Hə, əla, əla. Həmişə də baxıram, əla. Sağ olun, sağ olun. Salamat qalın. Nə işi müzakirə eləyirsinizsə avan da olsun. Adınız nədir? Müslüm. Rüstəm. Müslüm. Müslüm. Müslüm müəllim. Bəli. Bax, evdə qonaq olur çox vaxt. Olur bəli. Tez-tez olur, gec-gec. Baş düşlər gün. Hər gün olur. Yaxşı. Hələ sizlikdir bu sual. Bax, deyirlər ki, ən hörmətli qonaq gec-gec gəlib tez gedəndir. Sizcə bu düzgündür? O düz deyil axı. Ən bəs hörmətli qonaq hansıdır sizcə? Hörmətli qonaq ruhu mənim üçün çatmır, ancaq hörmətli insan ola bilər də. Tez-tez gəlib gec gedən qonaq hörmətli olar, yoxsa gec-gec gəlib tez gedən? Fərqi yoxdur mənim üçün. Fərqi yoxdur. Xeyr, fərqi yox. Bax, evə gələn qonaqlar ki var ha, onları yedirib buraxırsınız, yoxsa? Aydın məsələdə az gedməz elə. O bizdə çox vaxt belə xalq arasında belə bir söz var, yola vermək. Yox, qardaş, elə şey yoxdur. Qonağı yola vermək olmaz. Yola vermək deyəndə o qonaq da Allahın qonağıdır. Gəlirdisə hər tərəfli ona, özün ac olsan da onu yedirib yola salmalısan. Allah həmişə evinizi qonaqlı eləsin. Qardaşım, adınız nədir? Afik. Afik. Bəli. Afik qardaşın evində necə qonaqlıq olur? Bu deyən kimi bizim o millətə uyğun xasslarımız var da. Yəni biz qonaqpərvər millətik. Yəqin ki, hamı qonağı yaxşı yola salar. Ağsaqqal, salam əleykum. Hər vaxtınız xeyirli olsun. Necəsiz? Şükür Allah. Yaxşı olun inşallah. Sualım var verilişidir. Biz sual soruşuruq. Buyur. Çox sağ olun. Başı papaqlı olasınız həmişə. Bax, evdə çox qonaq olur sizdə. Olur da qonaq. Tez-tez olur, gec-gec. Gez. Gec-gec. Bax, belə bir söz var. Deyirlər ki, ən hörmətli qonaq Bəli. gec-gec gəlib Bəli. tez gedəndir. Yox. Gez gəlsə tez getmir. Tez getmir. Tez getmir. Ha, yəni elə yemək, içmək, elə baxırsınız ki ona. İçmək olanda
Olur, olmayan belə. Qonaq gəlir qalır. Bax buna necə baxırsınız ki, evə qonaq gəlsin, amma onu yola verirlər? Necə yoldan çıxıb. Elə yox, yola Yola verirlər. verirlər. Yəni məsəl üçün çayla, piçenlə yola verirlər bitər, Yox, amma indi- yemək içmək Yox, indi o baxır da vəziyyətə bax. Amma bax şəxsən sizin özünüzə gəlsə qonaq. Qonaq gəlsə indi mən olduğundan yola sallam. Tez-tez gələn qonağa necə baxırsınız? Tez gəldi, gec gəldi. Qonaqdır. Deyirsiniz ki, gözüm üstündə yer var. Göz ancaq. Demək siz onu belə sifət eləməzsiniz ki, çıxsın getsin. Yox. Qonaqpərvərsiniz. Qonaq həçan gəlsə gözüm üstə yeri var. Halaldır kişi Haçan sən. gəlsə. Çörəyin bol olsun Lap sənin. bu gün gəlsin gözüm üstə yeri var. Bax mən şəxsən mən özüm tez-tez gəlsəm, bezməzsiniz. Bu gün yox ha. Ha vaxt gəlsin gəl. Nə vaxt gəlsin gəl. Mən Coratda yaşayıram. Aha, Ha, 358 A-da. aha. Gəl, haçan gəlsin gözüm üstə yerim var. O coratı gəldiyi bir balıq tapanmadı. Mən neynim, mən balıqçı deyirəm. Balıqçı deyirəm. Allah canınızı sağ Atam eləsin. balıqçı Sağ ol. deyirəm. Çox Vallahi. sağ ol. Sağ ol. Hörmətli olan bir şey baş bax Deyirəm. ailəndən əksik olma. 358 A gəl evə həmişə həyatda belə gözüm üstə yerim var. Çox sağ ol. 5 nəfərlə, 10 nəfərlə. İndi o andan yeyəcək, olmadı Allah Kişi kimi. nə Üzə verər verər. çıxacaqsan vəssalam. Nə ver? Həmişə gözüm üstə. Mənim evim ömür boyu 52 il mən sürücü işləmişəm. 52 il. Tezdən qayıt. Mənim evimdə həmişə qonaqqara olub. Qonaqqara yolu belə dəstək olub. İndi qocalmışam belə. Əldən düşmüsən. Vəziyyət bəs çətin. Çətinləşib. Hə. Eybi yoxdur. Canın yenə sağ olsun. Sağ salamat. Sağ ol. Salam əleykum ağsaqqal. Hər vaxtınız xeyirli olsun. Allah saxlasın. Nəvələrdir. Sağ ol, nəvələrdir, hə. Sağ ol. Həmişə başında olasınız. Sağ ol, Bir baba sağ ol. kimi. Adınız nədir? Sağ ol, Adil. Adil müəllim. Bax, evinizdə tez-tez qonaq olur yəqin ki. Bəli. Qonaqlı qaralı olur. Hastayan olur, hə. Bərəkətli olsun inşallah. Sağ ol. Evinizdəki o duz Sağ ol, çörək. sağ ol. Bax deyirlər ki, ən yaxşı qonaq, ən hörmətli qonaq gec-gec gəlib tez gedəndir. Sizcə necədir bu? Vallahi imkan olsa hər gün gəlsə qonaq yaxşılar. Ev qonaqsız ev mənə də gəlir ki. Sizin imkanınız olsun. Bu hamısından. Mən Azərbaycan cəmaatındaram. Azərbaycan xalqındaram. İmkan varsa hər gün qonaq olsa yaxşılar mənə görə. Qonaqlıq ümumiyyətlə mehribançılıq, o Mehribançılıqdır, səmimiyyətdir. ünsiyyət yaranır yaxşı. Ay sağ olun. Mənə gəlir ki, hər gün qonaq olsa O yaxşılar. gec-gec gəlib tez gedən qonağa necə baxırsınız? O gec gəlib gec Tez gəlib, hə, gec gəlib tez gedən qonağa. Yox, onu mən yaxşı baxmıram. Niyə? Yox. Amma ki, o qonaq da yox ki, hərdən birdən gəlir. Elə belə onda dəyir qapının nətər sözünə var, yox çır Nə gedir. var, yox gəlir. Qonaq olar ki, həftədə gəlsin. Həftə bir iki dəfə gəlsin, nə var, nə yox desin, otursun, olduğundan bir səhər çay, olduğundan yesin. Bax içsin sizcə ki, qonaq neçə saat oturmalıdır evdə? Qonaq işi yoxsa otursun da 4-5 saat. Nə qədər imkanı var otursun. Deməli oturur söhbət edirsiniz, nə var, nə yox, o yan, bu yan. Onlardan, nəvələrdən, oradan, buradan söhbət edir. Yeməlidir 100%. Ondan mütləq yeməkdən, içməkdən mütləq olmalıdır. İndi imkan daxilində. Sonra da tam belə o doyandan sonra Sonra xudafizləşib getməlidir. əslində bu nətərdir? Sizcə bu bir mənası var bunun? Mənası var. Ona görə ki, mehribançılıqda qonaq pasiyanı gedib gəlmək yaxşıdır. Həm adamın ürəyi açılır, həm də ki, mehribançılıq da qohumla mı, dostla mı, tanışla mı, ya uşaqlar üçün gələcəyin uşaqlar üçün, ya ailənin üzvləri üçün hamısının mehribançılığı olur. Siz necə? Siz gec-gec gedib tez gələn qonaqsınız yoxsa?
Nazlı xanım. Nazlı xanım, Bəli. bu verilişin nəyini xoşlayırsınız? Mən həmişə siz bilirsiniz, yaşlı nəsildən sual cavab eləyirsiniz. Deyirsiniz ki, nə bilim, nə iz qoyursunuz həyatda, nə bilim, nə yaxşılıq eləyirsiniz. Ondan xoşum gəlir. Ona görə həmişə izləyirəm. Sir sifətdən də o qədər yadımda qalmısınız ki, bəlkə də milyon adam içində görsəm yenə mən sizi tanıyarım. Çox sağ olun. Həmişə xətriniz əziz olsun, var olun. Həmişə ailənizin başında olun. Veriliş apardınız, amma yaxşı ki, bugün Sumqayıta gəlmisiniz. Çox sağ Biz 30 ildir burada yaşayıram. Zavodda da işləyirəm, ali təhsilliyəm. Maşallah. İndi də işə gedirəm. Canınız sağ olsun. 2 dəqiqə vaxtınızı alacağıq. Bax, belə bir söz var ki, ən hörmətli qonaq Bəli. gec gəlib, gec gəlib. Tez gedən qonaqdır. Sizcə bu düzgündür? Valla düzgün də ola da bilər, olmaya da bilər. İndi hörmətli qonaq gec gəlir, tez gedir. Bəlkə vaxtı yoxdur, tez gedir. Və ya da istəmir ki, ev yiyəsinə biraz əziyyət versin. İndi başa düşən adam da olur, olmayan da olur. Nə bilim, indi qonaq da Allahın qonağıdır. O belə sizə gələn qonaqlar var ha. Əksəriyyəti gec gəlirlər, yoxsa tez gəlirlər? Valla mən sizə nə deyim, tez gələn də var, gec gələn də var. Hansını daha çox sevirsiniz? Bax, təmiz. Yox, bizdə tez qonaq olur. Mən Şəkidə, yoldaşım Şəkilidir. Şəkillər tez gəlirlər, mən qonaq sevən adamam. Həmişə də sevirəm. Sizinki tutur qonaqpərvərlik. Tutur. Qonaqları mən sevirəm. Allah canınızı sağ eləsin. Həmişə evinizdə duz çörək əksik olmasın. Sağ olun, bərəkətli olsun. Həmişə də sizi tanıyıram, tanıyacağım da. Nəysə elə yadımda qalmısınız ki, harda olsanız mən sizi tanıyaram. Çox sağ olun, sağ olun, sağ olun. Yaxşı yol. Çox sağ olun. Aleyküm. Nətərsiz? Əyləşin. Qalxmayın. Biz gərək qalxaq. Ağsaqqal görəndə, ağbirçək görəndə. Ağsaqqal da qalxmalıdır. Sağ olun, çox sağ olun. Hörmətiniz artıq olsun. Adınız nədir? Mənim adım İskəndər. İskəndər kişi istirahət eləyir bugün. Yox, elə istirahət deyəndə işləmirəm, elə istirahət deyəmirmiş. Canı qorumaq lazımdır. Canı qorumaq lazımdır. Əsas çünki həyatda can sağlığı. Bəli. Can sağlığı olmalıdır. Bax, kişi, Bəli. evinizdə çoxlu qonaq olur? Olanda olur. Olur. Yəni nə qədər olur? Həftədə Yox da indi mən durum deyim elə hər gün qonaq gəlir, yox, hər gün qonaq gəlmir. olanda. Olanda olur. Yaxşı, bəs bu sözə necə baxırsınız? Bax, deyirlər ki, ən yaxşı qonaq, ən hörmətli qonaq gec gəlib tez gedən qonaqdır. Tez gəlib, Gec gəlib tez gedən. gec gəlib, tez gedən qonaqdır. İndi bu qonaqdır da, gəlir. İndi nə vaxt istəsə gələ bilər də, qonaqdır, gəlib gedə də. İndi nə vaxt gedər, indi öz işidir də. Əslində bu adamı biraz çaşdırır. Deyir ki, bilmirəm nə təhər cavab verim. İndi gec gələn qonaq var, tez gedən qonağa deyir, yaxşı. O gec gələn qonağa gəl istəsə qala da bilər, gedə də bilər, tez də gedə bilər, gec də gedə bilər. Belə də. Sizə hansı ləzzət eləyir? O tez gələn yoxsa gec gələn? Valla mən qonağı sevirəm. Evdə o evə ki qonaq gəlmədi, qapı açılmadı, o ev deyil. Qonaq gözəl şeydir. Həmişə qapı açıq olmalıdır, ondan sonra belə yaxşı qarşılamalısan qonağı. Bir qonaq yox, hansı bir insan olsun, qapın döyüldü, o insanı yaxşı qarşılamaq. Allah qonağı. Allah qonağı, bəli. Kim olursa olsun. Elə də olmalıdır, bəli.
kim olsun En azından qabağına çay qoymalıyıq. təmiz. İnsandır, bəlkə elə belə gəlir qapını döyür, mənə siz demişkən, mənə bir stəkan çay ver. Ya onu verməsən da o insan deyil də. Halaldır kişi sənə. Valla bizim Sağ ol, sağ ol. bu milləti, xalqın qonaqpərvərliyini bax bu sorğu Bəli, sualla bizdə biz var. çıxardırıq nəticə olaraq. Bizim millətdə doğrudan da biz qonaqpərvərik. Çox gözəl. Mənim öz millətimizə mən minnətdaram. Biz qonaqpərvər millətik. Qeyri ölkələrə gedirsən, başqa bir ölkələrə gedirsən, görürük də. Onlar Müqayisə eləyəndə müqayisə eləyəndə bəli, biz çox hər bir yerdə hara gedirsən, get məsələn Rusiyaya ya Türkiyəyə get, yenə də orada öz qonaqpərvərliyimizi biz göstəririk. təbii ki, orada varsa Azərbaycanlı. Təbii ki, varsa, hə. Yəni ikinci də ki, öz torpağımızda, öz vətənimizdəki O daha da yüksək səviyyə. daha da çox yüksək səviyyədədir, bəli. Eviniz həmişə qonaqlı, qaralı, Sağ olun, bərəkətli olsun minnətdarım, kişi. çox Sağ olun. Çox Çox sağ olun. Biz televizorda çox görürük sizi. Çox gözəl məsləhətlər, söhbətlər aparırsınız. Sağ olun. Xoşumuz gəlir. Allah belə lazımdır, bu lazımdır. Qoy cəmaatımız bir baxsın, bilsin nə var, nə yox. Bu çox gözəl şey. İnşallah biz də buna çalışırıq. Ha, çalışın. Sağ olun. Ha. Sağ Hayırlı olsun. Necəsiz? Salam kişi. Sən kişi qırığısan? Hə, neçə yaşın var kişi qırığı? 5. 5. Böyüyəndə kişi olacaqsan? Hə? Nə edəcəksən kişi olub? Ne bileyim. Bilmirsən hələ? Yok. Atan başa salmayıb? Yok. Sizin uşaqdır. Sizin Allah saxlasın. Adınız nədir? Arzuman. Arzuman kişi. Neçə yaş var? 36. 36 yaşınız var. Bax, söhbətimiz bundan gedir ki, qonaqlıq, qonaqpərvərlik, evə gələn qonaqlar. Bax, bu sualla, bu mövzundan belə bir şey çıxıb ortaya. Ən yaxşı, ən hörmətli qonaq evə gec-gec gəlib tez gedən qonaqdır. Sizcə bu razısınız bu fikirdən yoxsa yox? Başa düşməm nətər? Evə gec-gec gəlib tez gedən qonağa yaxşı deyirlər. Razısınız bundan? Tez gəlib gec gedən. Gec-gec gəlib tez gedən. Səmimiyyətə də. Səmiyyətə. Sizin səmiyyətiniz yoxsa qonağın səmiyyətinə? Elə o ikisinin də qarşılığı olur. Bax belə deyək də, sizin evə deyək ki, gec-gec gələn bir qonaq var. Gəlir, tez də çıxır gedir. Sevinərsiniz yoxsa üzülərsiniz? Yo, adam üzülər də biraz. Yəni mən bunun qabağına yemək içmək qoymadım filan. Hə də demək olar ki, hə. Ümumiyyətlə çörəyinizdən, o necə deyirlər, pendirinizdən, lavaşınızdan, dolmanızdan, çayınızdan, o dadmayan qonağa necə baxırsınız? Söz söylürsünüz arxasınca? Söz söylürsünüz deyəndə yeyib içməsə əlbəttə adam biraz pis təsir edir də qonaq. Yəni məni süfrəmdən dadmadı. Hə də süfrəmdən dadmadı, bəli. Adam biraz pis olur da. Evdə Narahat olarsınız. narahat olur heç kim. Onda ən yaxşı qonaq sizcə tez-tez gəlib gec gedəndir. Hə də elə olar. Qonaqlı qaralı olasınız. Allah saxlasın. Çay süzün ay qədəhlərə, çay süzün. Tez düzün qədəhləri, tez düzün.
o sual işarəsi götürüldü veriliş əsnasında. Ki hər kəs həqiqətən də doğru dürüst cavab verdi ki, qardaş, gec-gec gələn yox, hələ tez-tez gələn, gec gedən qonaq, bax, belə qonaqdır ki, qapımızı açır, bizim süfrəmizdən dadır. Belə qonağa can qurban, çünki evimiz, süfrəmiz bərəkətlənir. Vəssalam, burada da biz bunu araşdırdıq. Həqiqətən də hər bilməkdə xeyir var, fayda var, təkrar da necə deyərlər, biliyin anasıdır. Biz də bunu həqiqətən də bir daha ortaya çıxardıq. Sualım var, inşallah yeni bir, başqa bir, müxtəlif sualla yenə çıxacaqdır sizin qarşınıza. Amma hələ ki, özünüzdən müğayət olun, eviniz qonaqlı qaralı olsun, duzlu, bərəkətli olsun. Xuda hafiz. Çay olub indi bizə dost sənin.